Hamınızı salamlayıram. Bugün tort bəzəyi düzəldəcəm. Baxın, belə bir formam var. Adam düzəltmək üçündür. Tortumuzun mövzusu balıqçı və su pərisidir. Rыбак и русалка olacaq. Demək, ağ mastikaya zubaçıskanın ucunda oranjlı və qırmızı kraskalar qatdım ki, belə ət rəngimiz alınsın. İndi formanı kraxmallayırıq. Formam plastik formadır. Silikon deyil. Ona görə onu kraxmallayırıq ki, rahat çıxsın. Demək, belə bastalayırıq üstündən mastikanı. Düppədüz olsun arxası mütləq və belə yoxlayırıq. Hər şey əgər bütün boşluqlar dolubsa, stola vura-vura çıxardırıq mastikanı. Gördüyünüz kimi suyun köməyi ilə bir-birinə yapışdırdım. Və möhkəm olması üçün içinə zubaçiska qoyacağam. Biraz burnu əzilibdə, onu düzəltmək istəyirəm. Mən hələlik adamı qoyuram qırağa. Baxın, belə alındı. İndi qayaq düzəltmək istəyirəm. Naduvnaya lodkadır nədir ondan. Demək, bunun üçün sin rəng götürdüm. Aval kəsməliyəm. Aval kəsmək üçün biraz yayacağım mastikanı və aval kəsəcəm. Düşünürəm ki, bu qalınlıqda bəsdir. Demək, həmişə forma nəsə mastikadan fiqurlar düzəldəndə onu ya kartonun, ya boş qabın içinə qoyun. Baxın, belə alındı. Düz yerdə olmalıdır, yəni. İndi mən boş qabı kraxmallayacağam və bu qayağı qoyacağam ora ki, quruyanda da düz yerdə qurusun. Deməli, belə kalbaska düzəldirik və onu bu kəsdiyimiz avalın qıraqlarına yapışdırırıq ki, güya bu bizim nadovnoy lodkamızdır. Su köməyi ilə yapışdırdıq. Artıq yerlərini kəsirik, üst-üstə gəlmə şərti ilə. Baxın, belə oldu. Qayağımızı düzəltdiyimizə görə adamı düzəltməyə keçirəm. Demək, bunun içinə zubaçiska qoyuram hələlik ki, başını tutsun. Ki, əlimizə götürəndə başı qırılıb düşməsin. Başı ağırlıq eləyir. İndi adama ayaqlar düzəldəcəm və otuzduracağım qayağın üstünə. Gördüyünüz kimi düzəltdiyim kameraya düşmür. Yenə özüm tək çəkirəm. Mən xoşlayıram gecələr işləməyi. Gecələr heç kimi narahat eləmir, heç kimi incitmir. Ayaq da düzəldim buna. Sonra istəsəniz ayaqqabılarını qara rənglə kraskalaya bilərsiniz. Demək, bunu bura otuzdururam. Bunun üçün belə olacaq. Zubaçiska çox qısa oldu. Gərək onu dəyişim, uzun çöplərdən soxum adamın içinə. Ki, həm şalvara batırım, həm də adama. Deyəsən, burada unutmuşam kameranı söndürməyi. Mastikanı mikrovalnovkada isidirdim ki, yumuşalsın. Demək, mastikanı kraskalayıram və adama paltar düzəltmək istəyirəm.
Demək, bunun üçün yayırıq. Baxın, yaydım. Biraz kvadrat kimi kəsəcəm. Sonra baş yeri üçün kurub kəsməliyəm başını. Onun üçün nasatka işlədirəm. Nasatkanın arxa tərəfini. Və suyun köməyi ilə yapışdırıram. Videomuz çox uzundur. Özüm tezləşdirirəm ki, həddindən artıq uzun videodur. Baxın, belə alındı. Yox, bu artıqları yığırıq və adama qol düzəldirik. Koftanın qol olduğu üçün kofta rəngində eləyəcəyik. Demək, bunun üçün 2 dənə kalbaska düzəldirik. Dirsək kimi düzəldirik. Demək, belə. Və əlini soxmağa aşağısından deşiyi açırıq ki, ora əlini qoyaq, əli bərk yapışsın. Yenə ət rəngi mastika götürüb əl düzəldirik və hazırladığımız deşiyin içini isladıb bu əli ora yapışdırırıq. Digər qolla da həmən şey eləyirik. Deməli, zubaçiskanı çıxardıram, çünki zubaçiska çox qısaydı. Başqa götürürəm və onu isladıb adamın ortasından salacağıq ki, başına kimi geçsin, başında saxlamağa kömək eləsin. Və biraz uzun eləyirik, ona görə ki, ayaqları ilə bitişdirmək üçün bizə biraz uzun çöp lazımdır. İndi bu başqanın artıq hissəsini salacağıq ora. İndi istəyirəm göz yazım. Ağ kraska götürürük və nəzik uclu kistiçka ilə göz üçün yerlər qoyacağıq. Qara kraska ilə də qaş zad eləyəcəyik, amma ki zubaçiska ilə eləyəcəm və yaxud da ki başqa nasatkanız varsa, ili başqa nəzik uclu kistiçkanız varsa, baxın, göz üçün yerlər eləyirəm ağ kraska ilə. Bu da şeydir, qida boyasıdır. Belə oldu. İndi qara kraskanı biraz qapağına tökəcəm və zubaçiska ilə yaxud da ki şpaşkanın ucu ilə qaş göz çəkəcəyik. Baxın, belə oldu. Düşünürəm ki, insana oxşadı. İndi bunu oturtmaq lazımdır. Ayaqları ilə gövdəsini bitişdirmək lazımdır. Baxın, biraz başında deformasiya oldu. Heç olmaz, onu saç vasitəsilə indi örtəcəyik hamısını. Qollarını da yenə suyla və zubaçiskanı ortadan bölüb zubaçiska ilə yapışdırıram ki, daha da yaxşı dursun, yəni qopmasın, qopma ehtimalı olmasın. Baxın, belə alındı. İndi deformasiya elədiyimiz yeri örtmək üçün saç düzəldəcəyik. Saç üçün tünd boz rəng götürdüm. Onu indi yayacağım. Oradan kuruq kəsəcəm. Və ona ölçürəm üstündə. Və ona bıçaq vasitəsilə
bu pizza bıçağı vasitəsilə xəttlər çəkəcəm. Güya saçdır da, saç imitirovat eləyəcəyik. Çəkiləşə görə də üzr istəyirəm. Gecədir, yenə gecədir, yenə. Baxın, beləsinə xəttlər çəkirik. Tam basmırıq ki, cırılmasın, kəsilməsin. Sadəcə izlər qalsın, güya saçdır. Kameranı bir yerdən qoymuşam deyən, kameranı ancaq ortanı çəkir, əsas yeri çəkmir. Baxın, belə alındı. Və indi bunu yerləşdiririk bunun, demək, oğlanımızın başına. Biraz burasını ayırmaq istəyirəm, tel eləmək istəyirəm. Çalışaq, biraz adamı oxşadaq bunu. Beləsinə oldu. Arxası biraz uzun olub, indi kəsərik. Və su vasitəsilə yapışdırırıq yapışmayan yerlərimizi. Yenə də saç imitirovat eləyirik. Güya bəyimizin teli var. İndi bu yerdə qalan hissələri yığıram. Tünd boz rəngdədir. Demək, buna biraz ağ qatıram ki, biraz açıq boz olsun. Nə edirəm? Papaq eləmək istəyirəm bəyimizə. Düşünürəm ki, balıqçılar papaqsız gəzmir. Baxın, belə oldu, bu rəngdə oldu. Demək, nə edirik? Nəzik yayacam, balaca kruq kəsəcəm və biraz qalın yayacam, ondan yekə kruq kəsəcəm. Belə balaca nasatka ilə, krem üçün nasatka ilə kəsirəm. İndi yekə nasatka götürəcəm. Baxın, bu biraz geniş nasatkadır. İndi isə qalın yayacağıq. Kepka düzəldək buna. Demək, öncə balaca dairəni yapışdırırıq. Biraz qabağa yapışdırırıq və üstündən yekəni yapışdırırıq. Baxın, beləsinə kepka oldu. Oxşuyur da, əsas odur ki, oxşasın. Demək istəyirəm, balıqçımıza vedrə düzəldim. Onun üçün boz rəngi, ağ rəng və sini rəngi qatışdıracağım ki, başqa bir oттенок olsun da. Yəni, hər rəng, hamısı bir-birinə oxşar rəng olmasın. Qarışdırırıq. Görək nə rəng alınacaq. İndi bundan kalbaska düzəldirik. Azcana yayacağıq. Həmişə nəsə mastika formasını saxlasın deyən, onu çox nəzik yaymaq lazım deyil. O zaman o əyilir, qırılır, formasını saxlamır. Qalın olanda daha yaxşı formasını saxlayır. Bunu istəyirəm nəsə kruqa bir büküm ki, vedrə forması verim. Bunun üçün pizza bıçağının ayağına eləyəcəm. Prosta, aha, bax beləsinə. Prosta videoya düşmür deyən bir dənə minus oradadır. Artığı kəsirik. Və artıqlardan vedrənin aşağı hissəsini düzəldəcəm. Belə alındı. Gördüyünüz kimi boru alındı. Və krem nasatkasının köməyi ilə vedrənin aşağısını kəsirəm. Su vasitəsilə yapışdırıram. Biraz forma verirəm və bunu da qayığımızın qabağına qoyacam. Qayığın qabağı boş görünür. Qoyacam, qalsın orada.
Demək, qırmızı kraska ilə buna dodaq da düzəldək. Yazıqdır, dodaqsız qalıb. Demək, nə qaldı, nə qaldı? Qızıl balığımız qaldı. İndi qızıl balıq düzəldəcəm, amma bilmirəm ki, onu bu vedrənin içinə qoyum, yoxsa ayrıca qoyum. Nəsə fikirləşə qalmışam. Nəysə ki, əsas odur ki, çelesni rəngdən, ətrəngindən belə aval kimi eləyirəm, amma uclarını biz eləyirəm. Və indi yarpaq kimi kəsəcəm 2 dənə. Nəzik gördünüz, nəzik əlimlə yaydım. Yarpaq kəsirəm və onu yenə də istəsəniz zubaçiska götürə bilərsiniz, ya kistişkanın arxası ilə qıraqlarını nəzildirik. O zaman dalğalı olur, qəşəng görünür. Qıraqlarını nəzildikdən sonra nəzərimizdə tutduğumuz balığın arxa hissəsini kəsirəm və su vasitəsilə bu 2 quyruğu bura yapışdırıram. Belə oldu. Güya fikrimizdə balıq düzəldirik. İndi bir dənə də göz eləyim. İndi bir dənə də ağzını düzəldirəm. Axırda qalacaq bunu qızıl rəngə rəngləmək. Demək, yenə plavnik düzəldim buna və yenə dediyim kimi qıraqlarını nəzildirik və su vasitəsilə üstündən yapışdırıram. Deməli, tortumuzun üstündə ukazatellər olacaq. Taxtadan, güya taxtadan düzəldilmiş. Aha, baxın. Taxtadan düzəldilmiş ukazatel olacaq və onun üstündə yazı yazılacaqdır. Bunun üçün 3 dənə rəngi qarışdırdım. Ağ, korişnevi və ət rəngini qarışdırdım. Amma bu ukazateli düzəltdikdən sonra mütləq bunu korişnevi kraska ilə rəngləyəcəm. Demək, düz xəttlər kəsirik. Taxta, fikrimdə taxta tutmuşam. Güya taxtadır bu. Və bu torta batsın deyən bunun içinə indi yenə şpaşka salacam. Şpaşkanı istadıram və çalışıram içinə ehtiyatlı şpaşkanı salım. O, yaxşı salanmadım. İndi düzəldərəm. Ziyanı yoxdur. Artıq hazırdır. İndi baxın, belə oldu. Bu da ayağını batırmaq üçün torta. İndi üstündə ukazatellər olacaq, göstəricilər olacaq. İndi onu da eləyim. Eynən belə eləyirik. Sadəcə baş aşağı qoyacağım qurusun ki, düz üzünə qoyanda ağırlıqdan əyri durur hamısı. Bilmirəm, başa sala bilmirəm. Fikrimi çatdıra bilmirəm. Axırıncını da yapışdıraq. Görürsünüz, əyri durur hamısı. Aşağı düşür qıraqları. O da mənim xoşuma gəlmir. Ona görə mən onu baş aşağı qoyacağam ki, qurusun. Bunların hamısını bir gün əvvəlcədən eləyirəm. Tortumuzu hazırlamamışdan bir gün əvvəlcədən eləyirəm ki, tortu hazır olan günü qurusun bunlar.
Demək, indi korişnovi mastika götürdüm və ondan da plaş eləyəcəm. Burada heç düşmür mən nə eləyirəm. Qoyun da sözlərimlə deyim. Sadəcə yayırıq korişnovi rəngdə və onu dairəvi kəsirik. Qıraqlarını, baxın belə oldu. Qıraqlarını indi dalğalı eləyəcəm. Yenə kistiçkanın ucu ilə ya nə əlinizin altında nə varsa onunla. Dairəvi elədikdən sonra yoxlayıram üstündə. Başını biraz kəsəcəm. Düz xət. Və su vasitəsilə yapışdırıram balıqçımızı. İndi bunlar tam quruduqdan sonra mən bunları parıldadacağım araqla. Ki daha da cəlbedici görünsün, daha da gözəl görünsün. Eyni qaydada rusalkanı da düzəldirik. Sadəcə bədənin iki qırağını yapışdıranda arasına çöp qoyuruq ki, boğaz nəzikdir, baş ağırdır. Başını saxlamaya bilər. Ona görə çöp vasitəsilə bir-birinə yapışdırırıq. Bunların hamısını bir gün əvvəlcədən eləyib quruduram. Sabahsı gün tortu yığacam. Tortu kremləmişəm. Üstünü mastika ilə örtmək üçün iki rəng götürürəm. Qalıboy və ağ. Və bunu elə qarışdırıram ki, cızıqlar olsun. Yəni tam həll olunmasın, tam qarışmasın. Bunu ona görə belə edirik ki, tortun üstü su cızıqları kimi olsun. Yəni su kimi olsun da. Baxın belə oldu. İndi bunu biraz yayıb tortumuzun üstünü örtəcəyik. İndi seçəcəm mastikanın hansı tərəfini torta örtüm. Yəni altında da cızıqlar var, üstündə də hansı daha gözəl görünür, o tərəfini tortun üstünə eləyəcəm. Tortun üstünü mastika ilə örtəndə ilk öncə fikir vermək lazım ki, üstü düz olsun. Ütüjokla üstünü düz eləyirik. Sonra qıraqlarını dartışdıra düzəldirik ki, qırışlar əmələ gəlməsin. Qırağının ostri uğlu olmasını istəyirəm deyən, onu əlimlə belə qıraqların qalxızıram yuxarı ki, burası belə iti olsun. Mastikanı tam tortun üstünə otuzdurduqdan sonra utüjokun arxa tərəfi ilə qıraqlarını nəzildirəm və pizza bıçağı ilə onu kəsirəm ehtiyatla. Bu kəsdiyimiz artıqları yığışdırırıq, sonra gərəyimiz ola bilər və qoyuruq qırağa. Artıq tortumuz hazırdır. Üstünü yenə təmiz maçalka ilə araqla keçirik üstündən ki, üstü parıldasın. Və qaldı indi bəzəmək işləri. Vəbşə məsləhət görürəm, həmişə ağ mastika düzəldəsiniz və sonra onu rəngləyəsiniz istədiyiniz rəngə. Mastikanı rəngləmək üçün həmişə əlcək taxın, çünki əllər rənglənir, sonra onu yumaq çətin olur.
Demək, tortun qıraqlarına otlar eləyəcəyik. Ona görə e, mastikanı yaşıl rəngə boyayıram, amma açıq yaşıl eləmək istəyirəm. Aha, artıq rəhlədim və onu biraz yayacağam və yəni spets nasadka ilə yox, bıçaq köməyi ilə otlar yosunlar kəsəcəm. Yəni akuratlı olmayanda daha orijinal oxşuyur da, ona görə bıçağın köməyi ilə eləyirəm. Artıq yetərincə kəsdim. İndi tortun üstündə yoxlayıram. Uzundurlarsa kəsirəm və bəzi yerlərini yapışdırıram. Yəni tam yapışdırmıram. Bura bəzi yerlərdən yapışdıracağam. Tam yapışdıranda orijinala oxşamır. Ona görə bir altını, bir üstünü suyu vasitəsilə yapışdırmaq düşünürəm ki, yetərlidir. Tortumuz tamamilə hazırdır. Qalıb üstünün bəzəklərini eləmək. Bunun üçün hazırladığım bəzəklərin üstünü kistiçka ilə tam quruduqdan sonra onu da deyim. Kistiçka ilə bütün kraxmalını təmizləyirəm. Öncə ki çox kraxmal edirəm ki, boşqavaza da yapışmasın. Yəni ehtiyat üçün eləyirəm. Və bunu tortun üstünə yerləşdiririk. Yerləşdirdikdən sonra bütün bu hazırladıqlarımızı araqla yenə tam parıldayana kimi üstündən keçirəm. Belə bir göstərici hazırlamışdıq. Bunu da üstün kraxmalını təmizləyirik. Hazırladığımız bütün fiqurların artıq kraxmalını təmizləyirik. Demək sizə demişdim ki, göstəricini sonradan rəhləyəcəm. Bunun üçün korичневый kraskaya biraz araq qatıram. Arağı da qatıram ki, tez qurusun. Belə bir şeyə batırıram ki, hər iki tərəfini qəşəng kraskalaya bilim, rəhləyə bilim. Ona ağaca oxşatmaq istəyirəm. Güya bunu ağaclardan düzəldiblər göstəricini. Hər iki tərəfini rəhləyib qoyuruq qurumağa. İndi keçək əsas məsələyə. Kuklamızı bəzəyək. Kuklamızı geyindirmək lazımdır. Bunun üçün 2 dənə kruq kəsirik və kuklamızı geyindiririk. Hazırladığım dairələr yekə olduğundan flomasterin qapağının köməyi ilə balaca dairələr kəsəcəm və onları su vasitəsilə kuklaya yapışdıracağam.
Demək, biraz bəzəklər qoyuruq və paltarın yerdə qalan hissəsində yapışdırırıq. Deməli, rusalkanın aşağı hissəsini eləmək istəyirəm. Bunun üçün tünd rəng istəyirəm olsun. Demək, biraz əlavə rəng qatıram və bu hazırladığım kusoçikdən üçbucaq hazırlayacağım, konus hazırlayacağım. Bunun üçün stolun üstündə eləyirəm ki, kuklaya yapışan yer düz olsun. Hər şey yaxşıdır, amma kuklanın beli incə olduğundan gərək bizim də konusun bel yeri, belə yapışan yeri incə olsun. Ona görə biraz daha onu balacalaşdırıram. Açıq yaşıl rəngli mastikadan bel və ayaq hissəni örtürük belənçinə. Yəni multikinə baxmısınızsa, orada da rusalkanın belində belə bir remişok kimi nəsə var. Ayağının plavnikini düzəltmək üçün açıq yaşıl və tünd yaşılı ehmalcı qarışdırıram, tam qarışdırmamaq şərti ilə. Onu biraz yayacağam və yenə yarpaq şəklində kəsib qıraqlarını dairəvi eləyəcəm. Sadəcə bir səhvim odur ki, bunu hindi yapışdırıram. Əslində bunu ən axırda yapışdırmaq lazımdır. Hindi yapışdırdığıma görə mənə sonra məşət eləyəcək və çıxacaq yerindən. Ona görə saxlayıb sonra axırda yapışdıracağam. Baxın, belə oldu. Qıraqlarını dairəvi elədim kistочkanın arxa tərəfi ilə. Ayaq hissəsini ortadan bölürük və hazırladığımız plavnikləri ora yapışdırırıq. Mən kuklamızı saç-saç düzəldəcəm deyən bunu hindən yapışdırmağım çox səhv oldu. Gərək eləməzdim. İndi kuklamızı vəzirik, üz-göz yazırıq. Bunun üçün ağ kraska götürdüm. Biraz gözlərini geniş eləyəcəm. Onun ki, Disney multiklərində bütün personajların gözləri yekədir. Baxın. Və qara kraskanı zubaçiska köməyi ilə nəzik göz qaş eləyirik. Ehtiyatlı olmaq lazımdır ki, yaxılmasın ora-bura, pis görünməsin də, yəni. Çalışacağım kiprik də eləyim. Gözlərinin gilələrini yazırıq və məsləhət görərdim ki, ağ kraska ilə gözün ortasına ruslar ona bliki deyir, yəni parıltılıq vermək üçün ki, əsl göz oxşasın. Aha. Baxın, belə alındı. Düşünürəm ki, pis deyil. Yaxşıdır. Kuklamızı qol düzəltməyin vaxtı gəldi.
Hər iki qolumuzu düzəltdikdən sonra su və zubaçiskan köməyi ilə kuklaya yapışdırırıq. Qırmızı kraska ilə zubaçiskan köməyi ilə dodaq çəkirik, yəni dodaqlarını rəhləyirik. Yəni göstərəcəm nətər oldu. Axırıncı görünüşü. Və ondan sonra saç düzümünə keçirik. Saç düzümün üçün deyim ki, demək, zakaz eləyən xanımın saçları oranjov idi, rıj idi yəni. Və o istəyib ki, bu Rusalkanın da saçı rıj olsun. Yoldaşı da balıq tutmağı sevir deyən belə bir tema seçibdi. Yoldaşının ad gününə zakaz eləyib. İndi saç düzəltmək üçün ekstruder götürəcəm və onu da deyim ki, kuklamız quru olduğu üçün ekstruderdən çıxartdığımız saçlar ona yapışmayacaq. Onun üçün də biz onun başına oranjevый mastikadan bir balaca kusok yapışdıracağıq ki, ekstruderdən çıxartdıqlarımız asanlıqla onun başına yapışsın. Deməli, kuklanın qollarını yapışdırdıq. Artıq kuklamızın qolları hazırdır. Baxın, dediyim məqama gəldik. Ekstruderin bu nasatkasını işlədirəm. Oranjevый mastika içinə salıb sıxacam. Beləncə vermişelkalar çıxır və bunu gördüyünüz kimi kuklanın başına kusok yapışdırmışam oranjevый rəngdə. O kusoka bitişdirirəm. Onu da deyim ki, mastika jelatinli olduğu üçün çox çətinliklə çıxarda bildim mən onu ekstruderin içindən. Yəni, əllərimi yara elədim. Amma marshmallow olsaydı elə olmazdı. Asan çıxardı. Demək, bıçaqla götürürük. Düzü burada düşmür. Bir sonrakında göstərərəm. Onu da deyim ki, birdən ekstruderdən yaxşı çıxmır, yaxşı alınmır. Alınmayan hissəni qoyuruq qırağa və baxın, alınmadı. Alınmadı deyəndə əyri çıxdı ona görə. Bunu yığışdırım. Baxın, sıxıram. Çox çətin çıxır. Onu da deyim ki, bu ekstruderdə AliExpress-dən zakaz eləmişəm. Aha. Beləlikcə yapışdıra kuklamızı adam vidinə salırıq. Baxın, belə oldu. Düşünürəm ki, insan oxşadı biraz. Və bu nasatka ilə Rusalkanın ayağının çeşurkilərini düzəldirəm. Pulcuqlarını. Aha. Demək, uje planlaşdırmışam ki, Rusalkanı bura yapışdıracam. Bunun üçün buranı isladıram və zubaçiskan köməyi ilə Rusalkanı ora oturtduracam. Beləncinə. Sonra da ayaqlarına hazırladığımız plavnikləri yapışdıracam. Gərək elə mən əvvəlcədən bura yapışdırardım plavnikləri. Yəni, indi tam zamanıdır onu yapışdırmağın. Mən sadəcə əvvəlcədən elədim və o mənə çox məşət eləyirdi. İndi Rusalkamızı yenə araqlayacam ki, parıldasın və ayaq hissəsinə zər səpəcəm biraz. Demək, qızıl balığımız da var idi. Onu da salfetkanın üstünə qoyuruq və belə qızılı rəngdə kandurin var. Bu paraşokdur. Quru kistiçka ilə onu rəhləyək. Baxın, belə alındı. Tortun üstündə görürsünüz, daşlar düzəltmişəm. İndi bəzi yerlərdən o daşları düzəcəm. Aha. Və kremlə otlar düzəldəcəm. Onun üçün bu nasatkanı götürürük və bəzi yerlərdən kremlə
otlar qoyuruq. Onu da deyim ki, nasatkanın ağzını tez-tez silmək lazımdır, yoxsa ot kimi çıxmır. Yapışır bir-birinə, başqa cür alınır. Yəni tez-tez silmək lazımdır. Demək, göstəricini yapışdırmaq istədiyim yeri islatdım. İndi orada otlar qoyuram və göstəricini ora batırıram. Demək, tortumuz artıq hazırdır. Buyurun, dəyərləndirin. Buyurun, siz də öz fikirlərinizi yazın mənə. Bu günlük bu qədər. Sağ olun, hələlik.